Salam əziz dostlar. Keçən dəfəki dərs, yəni birinci dərsdə Pythonda ilk proqramımızı yazmışdıq. Açırıq Pythonu və keçən dəfə yaratdığımız faylı yenidən açmaq üçün fayl menüsünə gəlib Open opsiyasını istifadə edirik və həmin faylı biz New Folder sekməsinə qovluğuna atmışdıq. Burada ilk dərs adı vermişdik ona. Üzərinə vurub Open deyirik, həmin fayl açılır. Düzdür. Sonra bu faylın üzərində müəyyən dəyişikliklər eləmişdim. Yəni başqa şeylər, dərs prosesində başqa işlər görmüşdüm. Ona görə keçən dəfəki proseslərdən burada əlamət yoxdur. Deməli biz keçən dəfə belə bir proqram yazmışdıq. Ekrana Salam Azərbaycan yazısını çıxaran bir proqram yazmışdıq. Yenə eyni şey yazırıq. Print. Hətta bura bir dənə də nöqtə qoyaq. Yox, ehtiyac yoxdur. Aha. Salam Azərbaycan yazısını ekrana çıxardıq. İndi biz bu dəfə fərqli yanaşmalar eləyəcəyik. Bugün əslində bu dərsin mövzusu dəyişənlər olacaq. İlk öncə dəyişən nədir onu deyim. Dəyişən bir qiyməti saxlamaq üçün istifadə olunan elementdir. Deməli, qiymətləri biz Pythonda qiymətləri, dəyərləri dəyişəndə saxlayırıq. Məsələn, dəyişən olmasa, bu Salam Azərbaycan yazısı bir qiymətdir də. Dəyişən olmasa, biz bunu gərək hər dəfə yazaq. Düzdürmü? Məsələn, hər dəfə gərək print Salam Azərbaycan yazısını yazaq. Bundan sonra icra edək. Amma biz bu yazını bir dəyişəndə saxlasaq, yəni bir dəyişənə mənimsətsək, məsələn, x dəyişəni daxil edirəm və həmin bu dəyişənə Salam Azərbaycan yazısını mənimsədirəm. Bundan sonra kodun uzunluğu nə qədər olur olsun, neçənci sətirdə olursa olsun, sonda mən print x desəm və kodu icra etsəm, yenə də eyni nəticəni ekranda görəcəm. Salam Azərbaycan. Yəni deməli, dəyişən vasitəsilə biz nə edirik? Bu qiyməti, bizə verilən qiyməti dəyişəndə saxlayırıq. Deməli, dəyişənlərə ümumi olaraq tərifi belə verə bilərik. Dəyişənlər qiymətləri saxlamaq üçün istifadə olunan elementlərdir. Və indi siz fikir verirsinizsə, print komandasının arqumentində Salam Azərbaycan yazısını dırnaq içərisində yazmışdıq. Amma bu dəyişənin özünü dırnaqsız yazırıq. Bəli, dəyişənlər onlara verilən, onlara mənimsədilən tipi alırlar deyə onları dırnaq işarəsində yazmağa və yaxud dırnaqsız yazmağa ehtiyac yoxdur. İndi bu x dəyişəni string tipdədir. İndi biz bu dəyişənlərin tipləri haqqında növbəti dərslərdə danışacağıq zaten. String, yəni mətn tipində. Baxın, biz Salam Azərbaycan yazısını simvollardan, hərflərdən istifadə edərək yazmışıq. Deməli, nədir bu? Ümumiyyətlə, dırnaq işarəsi daxilində yazılan hər şey string tipdədir. Biz dırnaq işarəsində ədəd də yazsaq, o string tipdə qəbul olunacaq. Və mətnləri isə dırnaq işarəsi daxilində yazmağa məcburuq. Yoxsa səhv ortalığa çıxacaq. Baxın, dırnaqları silirəm. Run modulundan istifadə edəndə bizə invalid sintaksis göstərir. Yəni, bu Python'ın sintaksis məcburiyyətidir. Sintaksis səhvidir bu dırnaqları qoymamaq. Əgər biz string tip verilənlərdən istifadə ediriksə, onları dırnaq işarəsi daxilində yazırıq. İndi mən bu Salam Azərbaycan yazısını silirəm. Bura bir 5 qiymətini mənimsədirəm. Run edirəm. Ekrana 5 çıxır. Bu dəfə x dəyişəninin qiyməti artıq integer tipindədir, yəni tam ədəd tipindədir. Və mən bu 5-i dırnaq işarəsi daxilində yazsam, gördüyünüz kimi onun rəngi belə dəyişir və bu onun string tipdə olduğunu göstərir artıq. Deməli, 5 ədəd olmasına baxmayaraq biz onu dırnaq işarəsi daxilində yazırıqsa, bu artıq onun string olmasına gətirib çıxarır. İndi bugünkü
kodumuz biraz fərqli olacaq. Deyək ki, biz orta məktəb vaxtı müəyyən sinifdə oxuyub və bu sinifin sinif qomu, sinif nümayəndəsi olub. Gəlin, sinif nümayəndəsinin adını ekrana çıxaran bir proqram yazaq və bu proqramı yazmaq üçün dəyişənlərdən istifadə edək. Sinif nümayəndəsinə biz orta məktəbdə sinifqom deyirdik. Elə dəyişənin adını da sinifqom olaraq daxil edirəm. Sinifqom. Pythonda keçən dərsdə vurğuladığım kimi böyük və kiçik hərflər bir-birindən fərqləndirilir. Məsələn, mən burada yazıram sinifqom Pərvin print. Bu dəfə sinifqomu böyük hərflə yazıram. Sinifqom sözünün birinci hərfini böyüklə yazdım. Dəyişən olaraq daxil etdiyim sinifqom sözünün bütün hərfləri kiçik hərfdir. Amma print komandasının arqumentində sinifqom sözünün ilk hərfini böyük hərflə yazdım və run edirəm. Nəticə error. Çünki biz dəyişənin adını necə yazmışıqsa, böyüklə yazmışıqsa, böyüklə print komandasının arqumentini daxil etməliyik. Kiçik hərflə yazmışıqsa, kiçik hərflə. Çünki Pythonda dediyim kimi böyük və kiçik hərflər bir-birindən fərqləndirilir. İndi burada böyük sıra hərfini silib, kiçik sıra hərfini yazıram və run edirəm. Print sinifqom, nəticə Pərvin. Ortalığa Pərvin adı çıxır. İndi gəlin belə bir print komandasında arqumentində belə bir yazı yazaq. Bizim sinif nümayəndəmiz, məsələn, bizim sinif nümayəndəmiz Pərvindir. Biz belə yaza bilərik. Bizim sinif nümayəndəmiz Pərvindir. İndiki hal üçün bu doğrudur. Bizim sinif nümayəndəmiz Pərvindir. Amma gələn sinif nümayəndəsi dəyişib Azər olsa, məsələn, gəldi, sinif nümayəndəsi dəyişdi, Azər oldu. Azər. Run modul edirəm, amma ekrana səhv nəticə çıxır. Bizim sinif nümayəndəmiz Pərvindir. Deməli, biz elə bir kod yazmalıyıq ki, sinif nümayəndəsinin kim olduğundan asılı olmayaraq. Məsələn, bu il Pərvindir, gələn Azərdir, o bir il Leyladır. Dəyişə bilər də, hər il sinif nümayəndəsi ola bilsin, dəyişə bilər. Belə hallar olanda da nəticə düz çıxsın ekrana. O zaman nə edirik? Bizim sinif nümayəndəmiz burada bir dırnaq işarəsi açırıq, bir plus qoyuruq və Pərvin sözünü ümumiyyətlə silirik. Sinifqom yazırıq, plus qoyuruq və dırnağı bağlayırıq. Sinifqom Pərvin Azərdir. Və run edirəm. Burada ehtiyac yoxdur bir dırnaq işarəsi təzədən açmağa. Bizim sinif nümayəndəmiz sinifqomdir. Niyə görə deyir? Çünki Azərin adı çıxacaqda. Azər deyir və yaxud kim olsa. Burada dır da yaza bilərik, çünki ad dəyişə bilər, sinifqom dəyişə bilər. Amma burada bir boşluq qoymuşuq, onu silək ki, düzgün çıxsın nəticə. İndi fikir verin, bizim sinif nümayəndəmiz Azərdir. İndi mən sinif nümayəndəsinin adını dəyişsəm belə, gəlirəm burada təzədən Pərvin edirəm və run modul seçirəm. Bizim sinif nümayəndəmiz Pərvindir yazdı bu dəfə 0. Deməli, bu kod sinif nümayəndəsinin kim olmasından asılı olmayaraq, bu il Pərvindir, gələn Azərdir, o bir il Leyladır, o bir il Səkinədir, dəyişə bilər. Kim olmasından asılı olmayaraq, bu kod həmişə həmin insan adını ekrana çıxardacaq. Belə, biz bunu başqa şəkildə də yaza bilərik. Baxın, dəyişəni
Bu cümlənin ortasına necə əlavə elədik? Plus simvollarından istifadə edərək. Plus simvolu niyə görə plus simvolundan istifadə olunur? İndi bu irəliləyən dərslərimizdə bu haqqda danışacağıq. Üstəgəl simvolu integer tipli və yaxud ədəd tipli verilənlər arasında bizim bildiyimiz toplama əməliyyatını icra edir. Riyaziyyatda bildiyimiz toplama əməliyyatını icra edir. Amma string tip verilənlər arasında isə birləşdirmə əməliyyatını icra edir. İndi biz amma bunu başqa cür də yaza bilərik. Bu pluslardan istifadə etmədən yaza bilərik. Bizim sinif nümayəndəmiz bir vergül qoyuruq. Sadəcə sinif qom yazırıq. Vergül qoyduqsa artıq onu plus işarəsini daxilində yazmağa ehtiyac yoxdur. Amma dir şəkilçisini artıq ora plusla əlavə etməliyik. Plus Pərvin dir olacaq da. Run bizim sinif nümayəndəmiz Pərvindir. Əgər sinif qomdan sonra plus qoymasaq, vergül qoysaq, nə baş verəcək? Bizim sinif nümayəndəmiz Pərvin diri ayrı yazır. Deməli, vergül nə edir burada? Bir boşluq simvolu qoyur sanki. Deməli, vergül əvəzinə burada biz mütləq plus qoymalıyıq ki, onları diri sinif qomun, yəni Pərvinə sinif qomun qiymətinə, yəni Pərvinə birləşdirsin. Belə, indi başqa bir proqram yazaq. Deyək ki, bizim sinif nümayəndəmiz Pərvindir və o oğlandır. Çünki Pərvin qız da ola bilər, qız adı da var. Biz onun cinsini də müəyyən edək. Cins adında bir dəyişən daxil edirik və bura oğlan yazırıq. Bundan sonra yazırıq. Bizim sinif nümayəndəmiz sinif qomdur. Sinif qom, yəni Pərvin, bizim sinif nümayəndəmiz Pərvin. Bir dənə də vergül qoyuruq. Oğlandır. Cins, bu dəfə yenə plus dır. Nöqtə. Run modu. Bizim sinif nümayəndəmiz Pərvin oğlandır. İndi bunları bayaqki formada necə yaza bilərik? Vergülsüz. Nə edirik? Vergülü silmişiksə bura bir plus qoymalıyıq. Plus sinif qom. Burada da bir dənə plus bağlayıram dırnağı və bu vergülü silirəm. Bir dənə dırnaq açıram. Və salam. Bizim sinif nümayəndəmiz Pərvin oğlandır. Nəticə yenə də olduğu kimi ekrana çıxdı. Belə, məqsədimiz dəyişənləri dərk elətdirmək idi. Dəyişən deməli nə imiş? Dəyişən sadəcə özündə qiymət saxlayan elementlərdir. Qiymətləri saxlamaq üçün istifadə etdiyimiz elementlərə dəyişən deyilir. Sağ olun. Növbəti dərslərdə görüşənədək.